Acize yol getdiyimiz marşrutun qiyməti qalxır, çörəyin qiyməti qalxır, başqa ərzağın, siqaretin, hamısının qiyməti qalxır, amma işçinin, fəhlənin qiyməti qalxmır. İşçi masası və ya tam adı ilə desək, İşçi Masası Həmkarlar İttifaqları Konfederasiyası. Bu ad son illərdə Azərbaycanın siyasi həyatında işçilərin təşkilatlandırılması, kuryerlərin boykotu və 1 may aksiyası ilə yadda qalıb. Dosyemizin mövzusu İşçi Masasıdır, hansı ki 4 üzvü Azərbaycanda siyasi repressiyalara məruz qalaraq həbs olunub. Kuryerlərin boykotu, Voltun boykotu davam edəcək. Bir may yaşasın işçiler. Bence yaxşı olacaq. Azərbaycan vətəndaşlarının mütləq əksəriyyəti hər hansı bir iş yerində çalışır və gördüyü işə uyğun olaraq əmək haqqı alır. Qanunvericilik işçilərin bir sıra hüquqlarını təmin edir. Bunlara əmək hüquqlarının minimum təminatı, təhlükəsiz və sağlam əmək şəraitində işləmə hüququ, məcburi əməyin qadağan olunması, istirahət və məzuniyyət hüququ, həmçinin tətil etmək hüququ daxildir. İzləyicilərimizə belə bir sual verim. Sizcə Azərbaycanda bu hüquqlar real olaraq təmin olunurmu? Məsələn, sonuncu dəfə hüququnuzdan istifadə edərək nə vaxt tətil etdiyinizi və yaxud 1 may aksiyası keçirdiyinizi xatırlayırsınız. Dosyemizin qəhrəmanı İşçi Masası 2022-ci ildə hazırda fəaliyyət göstərməyən Demokratiya 18 hərəkatının içində yaranıb. Klassiklərdən fərqli olaraq heç bir halda fikirlərimizi, doğru bildiklərimizi ifadə etməkdən qorxmaq kimi bir fikrimiz yoxdur. Əksinə, bu sistem dəyişəcəksə yeni dəyərlər əsasında dəyişməlidir. İşçi Masasının üzvlərindən olan işçi haqları fəalı Tural Fərzili deyir ki, həmin illər Azərbaycanda işçilərin hüquqlarının pozulduğu ən ağır dönəmidir. Mediada tez-tez kuryer və inşaat fəhlələrinin ölümü ilə bağlı məlumatlar yayılır. İşçi Masası bu ölümlərin həm işıqlandırılmasında, həm də işçilərin təşkilatlanmasında böyük rol oynadı. Tural Fərzili deyir ki, İşçi Masasının yarandığı dönəmdə Azərbaycanda işçilər onların haqları uğrunda mübarizə apara biləcəyi təşkilatın varlığına inana bilmirdi. Bunun səbəbi isə 90-cı illərdən sonra Azərbaycanda iqtidarda olmuş hökumətlərin işçilər üçün çalışmamış olmağı və nəticədə işçilərdə öz hüquqları ilə bağlı təsəvvürün olmamağıdır. Hər zaman Azərbaycanda Sovet hökuməti dağıldıqdan sonra hər zaman buna ehtiyacı olub. Onu təşkilatlandıran, onu dəstəkləyən və yaxud da səsini bir yerlərə duydurmağa çalışan hər hansısa bir təşkilata ehtiyac duyub. Azərbaycanlı işçi artıq o qədər bu şeylərin mövcud olmadığını, belə bir şeyin ola biləcəyindən xəbərsizdir ki, öz hüquqlarından artıq vaz keçib, öz hüquqlarının olmadığını düşünür. İşçilərlə danışırdıq, işçilərə seminarlar falan keçməyə çalışırdıq. Həmin vaxtda işçilər belə bir hüquqlarının olduğunun xəbərçisi deyildi. Heç bir halda xəbəri yox idi ki, belə bir hüququ var. Sanki birinci sinifdən bir uşağa tutub A, B, nə bilim, belə deyim də, əlifba öyrədər kimi insanlara öz hüquqlarını öyrədirdik. Bu qədər çətindir Azərbaycanda işçi hüquqları ilə məşğul olmaq. Bəs İşçi Masasını digər solçu təşkilatlardan fərqləndirən xüsusiyyət nə olub? Nə səbəb olub ki, İşçi Masası hakimiyyətin repressiya dalğasına məruz qalıb? Öncəliklə onu demək lazımdır ki, son 10-15 ildə başqa solçu təşkilatlar da Azərbaycan siyasi səhnəsində olub və fəaliyyət göstərib. Hekəl məhbusu kimi tanınan solçu fəal Qiyas İbrahim deyir ki, dünyada 2008-ci il maliyyə böhranından sonra sola yenidən meyllənmələr başladı. İqtisadi çətinliklər və sola artan maraq xüsusilə gənclərin solçu fikirlərə yaxınlaşmasına və təşkilatlanmalarına səbəb oldu. 2009-cu ildə səhv etmirəmsə müəyyən sosialist və kommunist qruplar 1 may bayramını qeyd eləmişdilər. Ümumiyyətlə Azərbaycanda istənilən halda bu gənclər təşkilatı, yəni müxalif gənclər hərəkatı, gənclik hərəkatları, liberal demokratik və qərb liberalizminə adaptasiya olan şəkildə ortaya çıxdıqları üçün solun burada yeri çox marjinal idi.
Ya bu həmin bu NİDA və bu kimi bənzər təşkilatların içində fərdlər və kiçik qruplar şəklində mövcuddular, ya yaxud hansısa intellektual çevrələr şəklində, məsələn, Sol Front kimi və bənzərləri kimi. Bu daha çox intellektual zəmində sol fikir, sol müxalif fikir yenidən həyat qazanmağa başlamışdı. Gənclik hərəkatlarına qarşı olan ənənəvi ilk repressiya dalğası 2013-cü ildə, 12-ci ildə başladı və NİDA hərəkatını və bir neçə digərlərini sıradan çıxartmağa hesablanmış bu hakimiyyətin bu repressiyası ümumi bu sol fikri təmsil edən qruplar üzərində də neqativ təsiri oldu. Solun siyasi zəmində, siyasi olaraq praktiki zəminə keçməsi, yəni praktiki siyasi özünü göstərməsi 2018-ci ildən, 2015-ci ildən sonra deyək, yəni belə geniş mənada desək, başlayır və ta ki 2020-ci ilə qədər, hansı ki ondan sonra da baş verən müharibə bu fikirləri də belə deyək, böyümə mərhələsində kəsintiyə məruz qaldı. 90-cı illərdən sonra artan iqtisadi tənəzzül və işçilərin durumunun ağırlaşması həyatın hər anında rastımıza çıxır. Uşaqlarımla bir yerdə kirayədə qalıram. 20-ci ildir mən burada işləyirəm, fəal işləyirəm, amma heç bir xeyirlə, heç bir rüşvətliliyə görə heç nə də artıra bilmirəm. Amma bu yerdə sual yaranır. Azərbaycanda işçilərin şəraiti hər zamanmı belə ağır olub? Mövzu ilə bağlı tarixçi Samirə Ələkbərlinin fikirlərini soruşduq. Samirə Ələkbərli deyir ki, Sovetlər dövrünün siyasi idarəçiliyi ilə bağlı tənqidi yanaşa biləcəyimiz məsələlər olsa da, zəhmətkeş siniflərin sosial və iqtisadi vəziyyəti indikindən qat-qat yaxşı olub. Həmin dövrdəki, deyək ki, iqtisadi tərəqqini və yaxud da ki, sosial təminatı və sosial təhlükəsizliyi bugünkü Azərbaycana təəssüflər olsun ki, biz hələ də şamil eləyə bilmirik. Bu, təbii ki, Sovet İttifaqının özünün işçi və sosialist bir respublika olması və yaxud da özünün ictimai-siyasi formasiyası ilə birlikdə səslənir bütün bunlar məntiqi olaraq. Əmək hüququ konstitusion olaraq qəbul olunmuşdu və işsizlik fərdin yox, dövlətin məsuliyyəti sayılırdı. Yəni dövlət hər bir kəsi işlə təmin etmə öhdəliyinə, məsuliyyətinə sahib idi və bu model özü onu ora gətirirdi ki, əmək bazarında dalğalanma yoxdur, işçinin təhlükəsizliyi təmin olunur və həmçinin də ki, bugün gördüyümüz o kütləvi ixtisarlar və s. kimi məsələlər minimal dərəcədədir. Çünki bu dövlət tərəfindən tənzim olunurdu. İş qabiliyyətini müvəqqəti itirmiş insanlara xüsusi yardımların ayrılması, onlara və yaxud da həmçinin işçilərə və işçilərin ailə üzvlərinə pensiyaların verilməsi, Putyovka bildiyimiz bu tətillər, subsidiyalaşdırılmış deməli tətillər və istirahətlərin verilməsi ildə 2 dəfə olaraq və əmək qabiliyyətinin dediyimiz kimi müvəqqəti itirilməsinə görə ödənişlər mövcud idi. Xüsusi təhlükəli iş şəraitində işləyən işçilər üçün daha yüksək əmək haqqları məsələn təyin olunurdu. Əsas məsələlərdən biri xüsusilə bu sürətli sənayeləşmə dövründə əhalinin artması və şəhərlərə gəlməsi idi. Bu və həmin bu mənzərədə də bu işçilərin evlərlə təmin olunması demək olar ki, Sovetlərin müharibədən sonraki siyasətinə qədər hələ tam həll olunmamışdı. İşçilər kollektiv işçi evlərində və az kvadrat metrli bir yaşayış ərazisində yaşayırdılar. Amma müharibədən sonra, xüsusilə 1950-ci ildən sonra bu Xruşov planı siyasəti dediyimiz o dövrün hətta dünyada ən böyük mənzil təmin etmə siyasəti həyata keçirilir. Bu 1950-ci ildən 1977-ci illərə qədər deməli qədər yayılır və bu dövrdə 126 milyon Sovet deməli vətəndaşı mənzillə təmin olunur və bu Azərbaycanda da çox geniş vüsət almış bir siyasət idi. İşçi masasının işçi haqqları ilə bağlı ən yadda qalan fəaliyyətlərindən biri də 1 may Əməkçilər Günündə aksiya keçirmək olub.
Keçirilməyən və buna görə də unudulan 1 may 2022-ci ildə fəhlə heykəlinin qarşısında aksiya olaraq keçirildi. Aksiyaya polis müdaxilə etdi və iştirakçıların bir qismi saxlanıldı. Saxlanma demişkən, işçi masasının üzvləri dəfələrlə başqa vaxtlarda təqiblərə məruz qalıb və saxlanılıb. 2023-cü il 12 avqustda təşkilatın idarə heyətinin üzvlərindən olan Orxan Zeynallı gecə boyunca polis tərəfindən təqib olunduğunu və gizlənməyə məcbur qaldığını deyirdi. Bu elə bir dönəm idi ki, işçi masasının idarə heyətinin 2 üzvü Ayxan İsrafilov və Elvin Mustafayev artıq həmin ayın 4-ü və 11-i tarixlərində həbs olunmuşdu. Orxan Zeynallı deyirdi ki, o da digər üzvlər kimi həbs olunacağını düşünürdü. Buna görə də polisdən qaçırdı. Yolla var gücümlə qaçmışam, necə gəldi, hara gəldi, dəli kimi qaçırdım ki, tək uzaqlaşım. Gördüm ki, artıq ətrafda post patrol yoxdur, o binanın arxasında, bu binanın arxasında gecə saat 3-ə qədər beləcə gizlənmişəm. 2023-cü il sentyabrın 20-sində işçi masasının sədri Afiyəddin Məmmədov həbs olundu. Məmmədova qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlıq maddələri ilə cinayət işi açıldı. 13 dekabrda işçi masasının digər üzvü Möhiyəddin Orucov 1 aylıq inzibati həbsdən çıxandan sonra başına gələn işgəncə faktlarını mediaya danışdı, yenidən həbs olundu və barəsində cinayət işi açıldı. Özünüzü qoruyun. Yaşasın işçilər. Afiyəddin Məmmədov 8 il. Digər həbs olunan üzvlər Ayxan İsrafilov, Elvin Mustafayev və Möhiyəddin Orucov 3 il azadlıqdan məhrum edildilər. Həbs olunan fəallara qarşı təzyiqlər həbsxanada da davam etdirildi. Afiyəddin dəfələrlə karsa salındı. Elvin ağır rejimli həbsxanaya aparıldı. Möhiyəddinin atasına aid olan maşın müsadirə olundu. Ayxan isə həbsxanada sosial izolyasiyaya və işgəncəyə məruz qaldı. Ayxan İsrafilovun anası Əminə İsrafilova deyir ki, Ayxan 2012-ci ildə cərəyan vurmasına məruz qalıb. Buna görə də onun bir ayağı daima müalicə olunmalıdır. 3-cü qrup əlil olan Ayxan İsrafilov həbs olunduğu üçün bu müalicədən yararlana bilmir. Mənim oğlum məhbussa, deməli biz də məhbusuq da. Başqa nə deyə bilərik? Çox çətin. Bizim üçün çox çətindir. Ayağını qəti hiss eləmirdik. Ayağın elimi yox kimi bir şeydir. Nəysə ona 3-cü qrup əlillik verdilər. 1-2 ay xəstəxanada yatdı, yanıq şöbəsində. Hər il o reabilitasiyada, fizioterapiyadan keçirdi. Yəni ki, özünü idarə eləyə bilirdi də, idmanla, yadla, belə elə. İndi isə orada olandan bəri nə fizioterapiya var, nə heç nə. Biz ağrı kəsici iynələr yatar aparırıq, xeyir eləmir. Hətta deyir ki, mən gecələr deyir qışqırıram. Məhbuslar oyadırlar ki, sən niyə qışqırırsan? Ağrıdan deyir qışqırıram da, deyir var gücüm. Rəisin də yanına gelib deyib, bəs mənə reabilitasiyaya yolluyum da, mən vəziyyətim pisdir, mən yeriyə bilmirəm, axsıyıram. Rəis də deyib ki, həkim baxmalıdır. Həkim nəyinə baxacaq? Onsuz da var da, bu həkim verib də, bu epiqraziyadı həkim verib də, var da. İşçi masasının həbs olunan digər üzvlərinin də səhhətində problemlər var. Bütün bu baş verənlərin fonunda əsas sual açıq qalır. Bugün Azərbaycanda işçilərin səsini kim eşidir? İşçi masası yarananda məqsəd təkcə etiraz etmək yox, həm də işçilərə öz hüquqlarını xatırlatmaq və onları bir araya gətirmək idi. Bu gün isə həmin təşkilatın əsas üzvləri həbsdədir, fəaliyyəti isə faktiki olaraq dayanıb. Onların yoxluğunda isə iş yerlərində baş verən haqsızlıqlar, təhlükəli əmək şəraiti və aşağı maaş problemi əvvəlki kimi davam edir. Bəzən isə daha da görünməz şəkildə. İşçilərin hüquqları qanunlarda yazılsa da bu hüquqları tələb edəcək, müdafiə edəcək və kollektiv şəkildə səsləndirəcək müstəqil platformaların olmaması vəziyyəti daha da ağırlaşdırır. Çünki tək-tək insanlar üçün öz haqqını tələb etmək çox vaxt riskli və nəticəsiz olur. İşçi masasının hekayəsi isə bu sualı daha da kəskinləşdirir. Əgər işçilər üçün danışanlar susdurulursa, onda işçilərin öz səsi necə eşidiləcək?